Qurğuların təhlükəsizliyi, ümumi dizayn prinsipləri, risklərin qiymətləndirilməsi və azaldılması. Standartın tətbiq sahəsinə aiddir. Bu standart, qurğuların dizaynı ilə bağlı təhlükəsizliyə nail olmaq üçün əsas terminologiyanı, prinsipləri və metodologiyanı müəyyən edir. Standartda qurğunun istismar dövrünün müvafiq mərhələlərində təhlükələri müəyyən etmək, riskləri qiymətləndirmək və dəyərləndirmək, təhlükələri aradan qaldırmaq və ya azaldılmasını təmin etmək üçün prosedurlar təsvir edilmişdir. Standartın əhəmiyyəti. Standartın iş yerlərində tətbiqi, qurğuların dizaynı və istismarı zamanı təhlükələrin vaxtında müəyyən edilməsinə, risklərin qiymətləndirilib azaldılmasına kömək edir. Həmçinin, qurğunun istifadə dövrünün bütün mərhələlərində təhlükəsizliyin təmin olunması üçün aydın və praktik yanaşma təqdim edir. Bu tələblərin tətbiqi, avadanlıq və qurğuların təhlükəsizliyinin təmin edilməsinə, istehsalat qəzalarının qarşısının alınmasına, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Standart, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.